Paytaxtda sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması mövzusunda ictimai müzakirədə aidiyyatı dövlət qurumlarının nümayəndələri və ticarət sahəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. Bildirilib ki, yenilənən şəhərsalma modeli sahibkarların daha funksional, təhlükəsiz və müasir ticarət məkanlarında fəaliyyət göstərməsi üçün yeni imkanlar yaradır. Bakı şəhərinin 2040-cı ilədək Merkezini biz kurarken rastgele kurulmuş bir ticaret merkezi değildi aslında burası. Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq Bakı şəhərində yol nəqliyyatı infrastrukturunun inkişafı və bunun sahibkarlıq fəaliyyətinə olan təsiri və böyük ticarət obyektlərinin şəhər kənarında yerləşən ticarət obyektlərinə köçürülməsi və oradakı infrastrukturun istifadə edərək şəhərdəki sıxlığın azaldılması ilə əlaqəlidir. Tədbirin məqsədi öncə qeyd etdiyim kimi Bakı şəhərindəki ticarət obyektlərinin fəaliyyətindən doğan sıxlığın azaldılması və böyük ticarət obyektlərinin şəhər kənarındakı mövcud olan infrastrukturlara köçürülməsidir.